Gəl. Olar müəllim. Gəl Fidan. Bir sualım var. Buyur. Müəssisələrimizdən biri kənd təsərrüfatı malı idxal edib. Həmin bu məhsullar ƏDV-yə cəlb olunur. Biz bunu əvəzləşdirmə hüququmuz varmı? Okey. Deməli Fidan 175-12-ci maddədə qeyd olunub ki, ümumiyyətlə 2022-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsulları 5 il müddətinə ödənilən ƏDV-ləri əvəzləşdirilir. Amma bu topdan və pərakəndə satış zamanı. Əgər idxal varsa 175.13-cü maddədə isə deyir ki, 175.12-ci maddə müddəalarından asılı olmayaraq idxal zamanı ödənilən ƏDV və pərakəndə topdan satış zamanı təqdim etdiyin zaman ƏDV ilə təqdim edirsənsə, o zaman idxal zamanı ödədiyin ƏDV-ni əvəzləşdirmək hüququn var. Burada sadəcə diqqət olunan məqam odur ki, bu yanvarın 1-i 2024-cü ildən bu qüvvəyə minir. Və burada mütləq şəkildə idxal edənə kimi, indi siz o müştəridən soruşun, idxal edənə kimi bəyan edibmi ya yox? Əgər bəyan edilibsə, hansı vergi orqanında qeydiyyatdadırsa, o orqana bəyan edilibsə, məlumat veribsə, təbii ki, o artıq ödədiyi ƏDV-ni əvəzləşdirə bilər. Mütləq burada təqdimat zamanı olmalıdır, ödədiyi təqdimat zamanı ƏDV ilə satmalıdır malı, tam dəyərindən. Aydın oldu. 175-12 və 175-13-cü maddədə oxusalar, yəni rahat görə biləcəklər. Oldu müəllim. Gəl. Müəllim, mən yenə gəldim. Bir sualım var.